Bugün yeni bir rubrika ilə qarşınızdayıq. Rubrikamızın adı Deep Talks'dur. Bugünkü qonağımız Emin Quliyevdir, Saypo şirkətinin həm təsisçisi. Kim necə başlayırsa elə də davam eləyəcək. Mən cyber security-dən gəlmişəm də, background-um, yəni ən belə dip bir sıfır nöqtəsindən oradan başlamışam. C proqramlaşdırma dilində direkt yazılan kod birbaşa maşın koduna çevrilir və CPU-nun üzərində execute olunmağa başlayır. Bir proqramçı kimi, məsələn, koda kod yazırıq. Qonun memory modelini bilmək mənə görə çox önəmlidir. Məncə Azərbaycanda əsas mühəndislikdə olmalı olan anlayış collaboration-dır. Compilerın özünə kodu execute eləyirsən ki, balaca bir kodu da, yəni Golang-dakı kimi bütün proqramın executionunu dayandırmırsan. Bu şeyləri bilmək məncə çox yaxşı olar. Salam hamıya. Bu gün IT Talks Azərbaycan növbəti çəkilişidir. Bu gün yeni bir rubrika ilə qarşınızdayıq. Rubrikamızın adı Deep Talks'dur. Bundan sonra biz müəyyən IT mövzuları daha low level səviyyədə, daha dərin səviyyədə müzakirələr eləyəcəyik. Bugünkü qonağımız Emin Quliyevdir, Saypo şirkətinin həm təsisçisi. Emin bəy, xoş gəlmisiniz. Xoş gördük, təşəkkür edirəm. Tehran, sən də xoş gəlmisən. Bir daha xoş gördük. Bu arada qeyd edeyim ki, biz Deep Talks rubrikasını Kamran, mən və Tehran birlikdə aparacağıq bundan sonra. İnşallah. Tehran, əsasında komandamıza xoş gəlmisən ilk növbədə. Çox sağ olun, Allah qılsın. İnşallah daha yaxşı mövzularla çalışacağıq verək. Son görüşdə Elşən müəllimin ürəyi dolu idi. Dedim ki, narahat olma da. Biraz keçsin, Tehran müəllimlə əməkdaşlıq eləyərik. Nə sualların olsa verərsən. Kamran, belə də ki, sən də xoş gəlmisən. Çox sağ ol. Gördüm bu tərəfdə olmaq çox da səhv eləmirəm. Emin bəy, necəsiz? Sağ olun, təşəkkürlər. Siz necəsiniz? Sağ olun, təşəkkür edirik. Dəvətimizi qəbul etdiniz, gəldiniz. İnşallah bu gün ümumiyyətlə izləyicilərimizə də deyək. Bundan sonraki dediyimiz kimi mövzularımız low level management haqqında olacaq. Təkcə management yox da programming, nə bilim, DevOps, yəni daha deep dive edəcəyik. Bəli. Və bu gün əsas mövzumuz elə low level programmingdir və Emin bəylə bunu müzakirə edəcəyik. Burada ola bilər ki, adi kodun CPU-ya təsirini belə biz bu gün müzakirə eləyəcəyik. İstəyirəm elə rubrika sırf IT bilikləri olan və yaxud da IT biliklərini dərinləşdirmək istəyən biraz kontingentə aid olacaq. İnşallah. Elşən müəllim imkan versə ilk sualımızı verərik. Bu yaxdan deyirsiniz ki, tələsirəm. Low level programming nədir və nəyə görə bu qədər vacibdir? Low level programming lap əvvəldən bu maşın yəni yazılan kodlar, maşın üzərində yazılan kodlar, CPU üzərində yazılan kodlar çox simple, primitiv variantda başlayıb və daha sonra yavaş-yavaş təkmilləşib. İlk belə maşın dilinə çox yaxın translate olan dillərdən biri də C proqramlaşdırma dili olub. Hansı ki, bunun ilk bünövrələri bundan atılıb. Ondan əvvəl də olub, amma daha belə geniş və ilk bünövrəsi bu proqramlaşdırma dili ilə atılıb. Bu proqramlaşdırma dilində yazılan kod CPU-nun başa düşdüyü instruction deyirlər. CPU-nun execute eləyə biləcəyi maşın koduna birbaşa çevrilir. Ortada heç bir məsəl üçün normalda Python proqramlaşdırma dili var. Məsələn interpreter deyirlər ona. Məsəl üçün orada virtual maşın var, VM. Virtual maşın yazılan kod virtual maşın üzərində execute olunur və virtual maşının özünün üzərində də maşın kod var. Yəni hansı ki, o maşın kod execute olunur. Yəni bu iki mərhələdən ibarətdir. Amma C proqramlaşdırma dilində direkt yazılan kod birbaşa maşın koduna çevrilir və CPU-nun üzərində execute olunmağa başlayır və bunun da önəmiyyəti sürətdir. Hansı ki, biz bir kodu yazırıq, məsələn əməliyyat sistemidir. Əməliyyat sisteminin kodu yazılır. Və əməliyyat sisteminin əsas işi nədir? Input-output device-larla işləsin və digər əməliyyatları aparsın. Buna görə də birbaşa yazılan kod low-level proqramlaşdırma dilində olmalıdır ki, misal üçün input-output kontrollara, hər hansı bir USB kontrollara, misal üçün USB kontrollara məlumat ötürülsün. USB kontrollara məlumatın ötürülməsi üçün də biz low-level'da kodu yazırıq və o direct CPU-nun üzərində execute olunur. Yəni low-level proqramlaşdırma dili ilkin bundan başlayır. Önəmiyyəti isə əsas sürətdir. Bunun əsas nüanslarından biri sürətdir. Çünki dediyim kimi normalda indi 2025-ci ildir. Proqramlaşdırma dilləri çox-çoxdur, həddindən artıq çoxdur. Deyim ki, Python var, Go var, digər proqramlaşdırma dilləri var. Bu proqramlaşdırma dillərinin bəzi özlərinin avantajları və dezavantajları var.
məsəl üçün bəzi proqramlaşdırma dillərində garbage collector var, hansı ki memory management'ı özü avtomatik olaraq həll eləyir, amma məsələn C proqramlaşdırma dilində, yəni low level dillərdə, əvvəldən başlayan dillərdə bu belə deyildi. Mütləq idi ki, proqramçı memory management'ı özü manual olaraq idarə eləsin. Məsələn, hardasa memory allocate edirsənsə, onu mütləqdir ki, deallocate eləyəsən ki, memory leak, çoxlu memory istifadəsi yaranmasın. Ona görə də bu kimi proseslərin qarşısını almaq üçün, belə deyək, avtomatlaşdırmaq üçün daha doğrusu garbage collector anlayışı gətirdilər ki, məsələn, proqramçı yaddaşı allocate eləyir, yaddaş da funksiyada bir yerə kimi istifadə olunur, bir yerlərdə istifadə olunur. O funksiya işini bitirəndə avtomatik olaraq o yaddaşa bir referans olmadığına görə compilerın üzərindəki yazılmış kod onu trace eləyir və o yaddaşı deallocate edir avtomatik. Çünki bu istifadə olunmur. Amma bunun da özünün dezavantajları var. Çünki misal üçün Go proqramlaşdırma dilində bu proses aşağı-yuxarı necə baş verir? Bu compiler özü proqramçı kodu yazır, daha sonra Go-nun compileri onu executable fayla çevirir və bu executable faylın üzərində instructionlar var. Və bu instruction daxilində instrumentation kodlar var. Bu instrumentation kodlar nə edir? Kod işləyə kodu saxlayır, atıram 100 millisaniyə kodu saxlayır və başlayır memorini deallocate eləməyə. Bu kimi proseslər biraz sürətə təsir eləyir. Məsələn, Pythonda da virtual maşın anlayışı var. Python interpreterdir, yəni kodu yazırıq və on the fly execute eləyir interpreter üzərində. Məsələn, orada da bəzi dezavantajlar var. Çox üzr istəyirəm. Məsələn, indi deyirsən buna bir aydınlıq gətirə bilərik. Məsələn, compiler nədir, interpreter nədir? Okay, compilerla interpreterın fərqi odur ki, compiler bizim yazdığımız kodu birbaşa maşın koduna çevirir. Interpreter üzərində isə məsəl üçün virtual maşın olur, bir çox hallarda virtual maşın olur və virtual maşın özü execute eləyir on the fly sürətli şəkildə. Orada da bəzi onun da avantajları var, dezavantajları var. Məsəl üçün JavaScript-də məsəl üçün JIT compiler var. Bizim yazdığımız kod JavaScript çox sürətli işləyən bir proqramlaşdırma dilidir. Bunun əsas səbəblərindən biri onun JIT compilerıdır. Çünki biz kodu yazırıq, bu kod da mütəmadi işləyir. Bu kod mütəmadi işlədikcə, Pythonda biraz belə deyil, amma JavaScript sırf onun üzərində qurulub. Just-in-time compilation deyirlər və onun üzərində də runtime kod execute olduqca kod instructiona çevrilir. Orada bəzi optimizasiya texnikaları var. Kod çevrilir instructiona və instruction başlayır maşın kod, birbaşa maşın koduna çevrilir və maşın kod başlayır execute olunur. Maşın kod execute olunanda bir dənə də profiler var, monitoring eləyir JavaScript-in üzərində və baxır ki, compilerin üzərində və baxır ki, instruction execute olanda penalty oldu. Hər hansı bir səbəbə görə, misal üçün CPU-da məsələn bizim yazdığımız if else şərtləri ki var ki, indi mən onu qabaqda danışacağam. Bizim yazdığımız if else bu conditionları CPU sürətli execute eləməlidir. Buna deyirlər speculative execution, prediction eləyir CPU. Çünki ard-arda kodlar çoxlu instructionlara execute olunur və bu hamısı paralel baş verməlidir. Amma if else elədir ki, orada CPU gərək vaxt sərf edib onu execute eləsin. Ona görə CPU orada vaxt sərf edib. Çünki əgər CPU bir instruction icra eləsə, ondan əvvəlki instructionlar onu gözləmək məcburiyyətinə qalacaqlar. Ona görə də daha doğrusu ondan sonrakılar və ondan əvvəlkilər də hamısı. Ona görə CPU götürür, predict eləyir ki, bunun nəticəsi true olacaq. Misal üçün condition nəticəsi. Və onu avtomatik olaraq execute eləyir true nəticəni. Və sonda baxır ki, sonda da if-in kodu execute olunur və görür ki, səhv predict eləyib. Misal bu əslində false olmalı idi. User'dan gələn input A variable var, A 5 deyil, 3'dür misal üçün. Orada da bir condition var ki, bu 3'ə bərabər olmalıdır. Daha doğrusu 5'ə bərabər olmalıdır. O görür ki, artıq səhv predict eləyib CPU. Ona görə yenidən flash eləyir, qayıdır təzədən əvvələ, başlayır o instructionu yenidən execute eləmək. Buna da yəni performance penalty deyirlər. JavaScript-in üzərindəki bu compiler, daha doğrusu optimizasiya texnikaları bunları optimizasiya eləyir. Yəni JavaScript bunun üzərində fokuslanıb ki, penalty olanda sürəti necə belə məsələn memory-dən datanı oxuyanda necə sürətli oxumaq olar və s. və ilaxır. Yəni əsas fərqlər bunlardır. Pythonda da həmçinin virtual maşın var. Virtual maşın üzərində biz yazırıq kodu və on the fly sürətli şəkildə o execute olur. Amma onun da performansı belə deyək, performans problemi var. Çünki dediyim kimi orada kod
virtual maşın üzərində birbaşa ekzekut olunur. Virtual maşının özü də təzədən başlayır maşın kodu ekzekut olunur. 2 mərhələdir də, yəni 2 dəfə bu belə sürətə təsir edir belə deyək. Və digər problemləri də var Pythonın bu kimi dillərində belə deyək. İndi bir şey soruşum da, məsələn, səhərdən burada CPU səviyyəsində müəyyən anlayışları çəkirsən, instruction set, register, memory access. Bunlara bir aydınlıq gətirə bilərik. Bunlar nədir? Bunlardan başqa anlayışlar da varmı? Əlbəttə var. CPU ümumiyyətlə özü çox böyük bir anlayışdır. CPU-nun proqramçıya görünən hissəsi var, bir də proqramçıya görünməyən hissəsi var. Proqramçıya görünən hissəsində bizim standart belə deyək, proqramçının aksesi olan kontekstlərdir, registerlardır, memory addressdir, bu kimi şeylərdir. Amma CPU-nun özünün arxasında mikroarkitektural bir forma var. Yəni biz instructionu yazırıq, instructionda maksimum istifadə edəcəyimiz şey registerlardır və memory adreslərdir. Çünki biz misal üçün x86 proses CPU-da 16 dənə register var. Səhv yadımda qalmayıbsa 16 dənədir. 16 dənə register var və 16 dənə registerə biz proqramçı olaraq instructionu yazırıq. Misal üçün deyirik ki, movement elə, compare elə, onu elə, bunu elə. Burada maksimum proqramçının görəcəyi iş budur. Proqramçı sadəcə assembly instructionunu yazır. Çünki normalda biz C-də kodu yazırıq if, else və s. və ilə axır. Bu daha human readable bir şeydir və human writable'dır. Yəni çünki insan bunu başa düşür və yaza bilir. Amma assembly-də bunu daha çox mnemonik bir şey adlandırırlar. Çünki instruction özü də mikroarkitekturaya gedəndə mikro operationlara bölünür və bir instructionun özü bir neçə 4-ə kimi mikro operationa bölünə bilər. Misal üçün CPU-nun özünün içində də fərqli komponentlər var. Misal üçün deyir get, sən addition elə, sən nə bilim multiplier-a get və s. və ilə arithmetic logic unit deyirlər və digər şeylər var. Sən misal üçün memory controller'a getməlisən. Çünki biz orada yazırıq ki move, misal üçün data ekrana məlumat göndərmək istəyirik də. Bu display-ə. Bu display bir cihazla qoşulur, nə HDMI ilə qoşulur bizim kompüterə. HDMI-də memory controller'a belə PCI ilə ola bilər və digər belə deyək communication vasitələri ilə qoşula bilir. Misal üçün PCI ilə qoşulubsa bizim HDMI controller, biz PCI-nin adresinə deyirik ki, misal üçün hello world yaz. Hello world yazmaq üçün C-də biz balaca bir dənə kod yazırıq, C çevrilir instructiona, instruction özü də instructionda sadəcə CPU səviyyəsində sadəcə neyinir? Registra yazır və memory adresə yazır və sonda da bir dənə interrupt göndərir ki, CPU-nun ondan xəbəri olsun ki, mən memory adresə data yazmışam, hello world yazmışam. Mikroarkitektura səviyyəsində CPU onu götürsün, oxusun. Yəni əsas anlayışlar bunlardır, amma mikroarkitektura çox böyük bir şeydir. Yəni indi onu belə mən açıqlasam orada çox bayaq dediyim kimi spekulativ execution var, decoderlar var, o instruction gəlir, dekod olur, gedir uyğun şeylərə. Mən ümumiyyətlə Emini çoxdan tanıyıram. Emin əvvəllər özü üçün mikroskop alırdı ki, CPU-ları falan incələsin. Məsələn, mən nəyi soruşmaq istəyirəm? Instruction setlər deyirik də, onlar logic gate-lərdən ibarətdir. Logic gate-lər məsələn yekunda CPU-nun içində fiziki nələrdən ibarət olur? Okay, logic gate-lərin hər biri tranzistorlardan və kapasitorlardan qurulur və bu ölçülər var. Ən sonuncu ölçü səhv etmirəmsə 4 nanometrə kimi gəlib bu Mac-in, Apple-ın üzərində. Sadəcə bütün CPU-nun bütün quruluşu demək olar ki, tranzistorlardan ibarətdir. Və hər tranzistor logic gate yaradır və logic gate, hər logic gate-lərdə başlayır məsələn executor əməliyyatını icra eləməyə. Məsələn, addition-da nədir? Addition-da məsələn bir or, bir and istifadə olunur. Misal üçün də bir or, bir and istifadə olunur və bir or, bir and-i düzəltmək üçün orada nə bilim 22 dənə tranzistor istifadə olunur. Və bütün CPU-nun arxitekturası demək olar ki, bundan ibarətdir. Daha çox tranzistorlardan ibarətdir. İndi digər şeylər də var, kondensatorlar da var, hansı ki, məlumatı saxlayan, məsələn, RAM-ın üzərində və s. belə. Məsələn, bayaq memory managementdən danışdıq. Biz əvvəllər səndən söhbət edəndə, məsələn, sən Rust dilində memory managementə təzə funksiyonallıqların gəldiyini deyirdin. Məsələn, memory management müxtəlif dillərdə necə olur? Məsələn, C, Go, Rust. Məsələn, Rustda o təzə gələn xüsusiyyət hansı idi ki, sən daha çox xoşuna gəlirdi bu memory management tərəfdən? Okay, Rustda mən 2 il bundan qabaq startupda biz çıxartmışdıq. Vulnerability Scanner startupı. Hansı ki bu belə deyək, web applicationlarda vulnerability scan edirdi.
Rust'ın bəyəndiyim şeyi sən dediyin kimi safety məsələsidir. Yəni bütün dünya demək olar ki, bu gün onu ən çox ona görə bəyənir. Okay, C bu günə kimi çox sürətli proqramlaşdırma dili idi. C və C++. C++ bir növbəti standartlara kimi o safety-ni gətirdi. Misal üçün memory managementda automated memory management'ı gətirdi ki, proqramçı özü memory-ni deallocate eləməsin. Compiler özü ona kömək eləsin ki, deallocate eləsin. Amma Rust birbaşa bunun üzərində gəldi və bu səni Rust burada avtomatik olaraq compiler səni məcbur edir ki, kodu safe yazasan. Yəni memory və compilerin özü də misal üçün sənə 32 baytlıq memory lazımdırsa, sən 32 baytlıq datanı C-də necə idi? Sənə 32 baytlıq memory lazım idi. Burada da artıq vulnerability'lər çıxırdı. 32 baytlıq memory lazımdır. Sən 32 baytı allocate edirsən, bir dənə attacker'dır da, yəni sənin proqramındır. Kimsə attacker sən bilmirsən axı ora neçə byte yazacaq. Onu da compare eləməsən, analiz elə, yəni compare eləməsən ki, məsəl üçün bura 32 byte yazılmalıdır, unudula bilir bu yəni. Bunu compiler force eləyir artıq. Compiler hint kimi baxır ki, sən 32 byte məndən, yəni compilerdan memory istəmirsən ki, compiler onu allocate eləsin. Və onu hint kimi götürür, ora bir dənə compare instruction'ı salır ki, user'dan gələn input 32 byte-dan böyükdürsə, avtomatik olaraq proqramı sonlandırır. Amma C-də belə deyildi. C-də heç bir C çox sürətli olsun deyə bayaq dediyim kimi, misal üçün mən Rust'ı analiz eləyəndə, Rust'da yazdım performans tərəfində, çünki mən bu çox sürətli yazılan kodlar, işləyən maşınlara kodu yazanda həmişə məsələn Rust kimi dilləri istifadə etmək bəzən problemli olur. Çünki ona görə ki, məsəl üçün C-də orada condition salmır ortaya. C sən necə yazırsansa kodu əlavə, yəni proqramçıdan icazəsiz heç bir belə deyək hidden memory allocation deyirlər. Məsələn, ora proqramdan icazəsiz gizlin memory allocationlar salmır və yaxud compare salmır. Ona görə nə yazdınsa odur və bu da çox sürətli olur. Çünki bayaq dediyim kimi branch prediction var. Branch prediction modulu var. O nə edir? If şərti. Bu if şərti çox böyük penaltiyə gətirib çıxarda bilir maşın. Biz normalda o kodu yazırıq, ona fikir vermirik. Amma o CPU-ya çox böyük təsir edə bilir. Məsələn, cloud environment-da biz shared bir CPU istifadə ediriksə, bu CPU-da çoxlu performans itkisinə gətirib çıxarda bilir. Ona görə həmişə çalışırlar ki, məsələn, çox sürətli applicationları, çox sürət tələb edən proqram təminatlarını bu kimi dillərdə yazsınlar. Amma məsələn, Rust'ın mənim sevdiyim özəlliklərindən biri bu idi ki, məsələn, thread safety gəlirdi. Multithreaded application yazırsansa, C-də də bu problem var. Məsələn, multithreaded application yazırsan, 2 dənə CPU-un var. Sənin kodun 2 CPU üzərində işləməlidir. 2 CPU-da başlayır bir memory ilə işləməyə, yəni shared memory ilə. 2 CPU bir shared memory-yə, misal üçün biri o birindən sürətli tez yazsa, biri o biri, yəni burada sequential olmalıdır da, yəni ardıcıl olmalıdır hər şey. Yes. Race condition olsa, misal üçün biri datanı sürətli yazır, biri daha zəif oxuyursa, orada artıq proqramın pozulmasını gətirib çıxardır. Ona görə sən orada məcbursan ki, misal üçün mutex istifadə eləyəsən, locking istifadə eləyəsən ki, bu proses belə deyək, baş verməsin. Yes. Amma Rust'ın özü burada səni force edir ki, misal üçün sən yazdığın funksiyanı safe yazasan ki, shared memory-dirsə mutex istifadə eləyəsən, locking istifadə eləyəsən və s. Yəni Rust'ın özü bu əsas security məsələlərinə görə və digər də konseptlər var, tradelər var. Yəni proqramçının işini asanlaşdırmaq. Məsələn, elə söz düşmüşkən, məsələn, müxtəlif proqramlaşma dilləri var. Hər proqramlaşma dilinin öz dizaynı və yanaşması var. Yes. Bu barədə nə deyə bilərik? Okay, hər proqramlaşdırma dili elədir ki, var. Yəni hər belə deyək, yaradıcı belə deyək, bazarda belə proqramlaşdırma dillərində bir qəp görür və o qəpi bax məsəl üçün bayaq danışırdıq. Rust Mozilla-nın tərkibində yaranıb və orada olan bu injinerlər, hansı ki bu compiler developerlar, orada Rust gördükləri problem nədən ibarət idi? Məsəl üçün görürdülər ki, manual memory management yoxdur. Daha doğrusu manual memory management var. Sistem proqramlaşdırma dillərində dinamik belə deyək, automated memory management yoxdur. Və oturdular, düşündülər ki, bunu necə həll edə bilərik? Okay, oturdular compilerin üzərinə kodu yazdılar ki, memory allocate olanda onu trace edirsən, haralarda istifadə olunur və kodun özündə belə deyək, compilerin özünə kodu execute edirsən ki, balaca bir kodu da, yəni Golang-dakı kimi
bütün proqramın executionunu dayandırmırsan. Golang-da məcburdur ki, proqramın executionu dayansın, garbage collector memory-ni dəyişsin. Burada isə tam ona heç ehtiyac yoxdur. Funksiyanın çıxışında sadəcə baxır ki, hansı memory adresləri allocate edib və onları deallocate edib. Yəni bu sürətli olur. Yəni əsas qəplər görünür. Məsələn, Go da bazara gələndə o qəpləri gördü ki, məsəl üçün sürətli garbage collector lazımdır, digər məsələlər lazımdır, qoritinlər lazımdır, məsəl üçün thread məsələsi də. Yəni normalda məsələn Golang-ın da yaxşı tərəflərindən biri onun multithreadingidir, yəni qoritinlər deyirlər. Orada o scheduling çox sürətli baş verir və optimal baş verir. Məsəl üçün sən multithread yaradırsan və orada deyirsən ki, mənim 80 dənə taskım olsun. Onların yaratdıqları scheduler çox optimal şəkildə bu taskları belə deyək, allocate edir ki, sən istifadə edə bilərsən. Məsələn, bir task idle-dadır, gözləyir, analiz edir ki, bunun prioriteti nə qədərdir, bu assignment-lər edir və s. Və bu yanaşmadan ibarətdir. Yəni dediyim kimi, hərə bir yanaşma qoyur. Deyir, mən bir şeyi sürətli eləyəcəm. Biri deyir, mən daha səlqəli coding style gətirəcəm. Məsələn, Rustda deyirlər ki, mən tradelər gətirəcəm, daha səlqəli yazılacaq kod. Yəni, bu yanaşmalardan ibarətdir belə. Yanında sən Şuşa Lang deyə də bir proqramlaşma baş. Məsələn, sən nə kimi bir qəp görmüşdün ki, məsələn, onu yazmağa ehtiyac duymuşdun və yaxud da hobbi kimi? Əslində o biraz hobbi idi. Necə adı nə idi? Şuşa Lang. Müəllim başlamışdı bir ara, indi bilmirəm. Lang adı ilə nəsə oldu. Müəllimlə nəsə o ideya gəlir. Tehran müəllim, maşallah bu günə çox yaxşı hazırlaşmısınız. Elə eləmək lazımdır ki, qonağımız yenə gəlsin də. Heç bir problem yoxdur. Xoşdur. Təşəkkür. Yəni mən o proqramlaşdırma dilinə necə başladım? Prosta pandemiya idi, oturmuşdum evdə. Elə deyirdim nəsə bir şeylər eləyim, maraqlı gəldi. Çünki onda mən compilerları da analiz edirdim. Daha doğrusu ondan əvvəl mənim işimlə bağlı da CPU-nu analiz edirdim. Çünki biz Linux kernelinin üzərinə optimizasiya texnikaları yazırdıq da. Network-un sırf TCP Conjugation Control var. Onun üstünə optimizasiyalar yazırdıq. Onun misal üçün maşın kodu analiz edirdim tez-tez. Instructionları ki, bunu necə optimallaşdırmaq olar. Orada da bir dənə əməliyyat sistemi yazmışdım ki, çünki mən Linux kernelinin üzərində normalda profiling eləyə bilmirəm. Çünki orada misal üçün Linux kernel özü misal üçün interrupt managementı özü eləyir. Mən onu eləyə bilmirəm. Misal üçün mənim kodum işləyir, birdən-birə özünün schedule'u var da Linux kernelinin. Taskları schedule edir. Mənim prosesimi saxlayır, başqa proses başlayır. Məndə də orada gecikmə olur, analiz edirəm. Sonra dynamic frequency scaling var, hansı ki power'a görə bu frequency-ni azaldır, çoxaldır. O da performans, yes. Yəni power frequency-nin tezliyini məsələn 3 GHz eləyir ki, daha sürətli işləsin, amma o da power istifadə edir. Məsələn orada da mənim proqramım noisy datalar çıxardırdı. Onu da disable etdim. Bu gördüm ki, belə Linux kernelinin üstündə çox belə qarışıq olur. Oturdum bir də əməliyyat sistemi yazdım özüm from scratch. Hansı ki üstündə heç nə yox idi. Interrupt falan, heç nə, interrupt controller falan. Sırf sürətli işləsin. Sırf sürətli işləsin və mənim kodumu execute eləsin, CPU-dan çox sürətli nəticə alım deyə. Onu elə yazanda gördüm ki, onu da C++-da yazırdım. Gördüm ki, bəzi şeylər çıxırdı qabağıma. Məsələn, o dediyim security məsələləri çıxırdı və s. bu kimi şeylər. Dedim ki, məsələn, belə bir compiler olsa ki... VM-i yazmışam. Compiler olsa, misal üçün, burada, misal üçün, mən low-level kod yazıram. Misal üçün, bu Rust kimi çox şey olmasın da, çox belə gizlin işlər görməsin. Mən bildiyim kimi, burada, misal üçün, memory-ni allocate edirəm. Sadəcə qabağına yazıram ki, misal üçün, save 32 byte misal üçün o nə edir? Save 32 byte ayıranda onu mənə compare eləyir. Yəni sadəcə mən bir dənə compilerə direktiv verirəm, compiler o direktivə görə başlayır o memoryada. Belə başladım onun üstünə şeylər yazmağa. Lexer'ın yazdım, parser'ını yazdım. Bir yerə gəlib çıxmışdım. Sonra daha iş falan çoxaldı da. Məsələn, belə bir sual verim də. Təzə proqramlaşma dilinə başlayan adamlar səncə sadəlik üçün high level dillər öyrənməsi yaxşıdır, yoxsa prosesi dərindən başa düşməsi üçün low level dillər öyrənməsi? Okay, yaxşı sualdır. Bu suala illərdir də mən sözünüzü kəsirəm. Mən sualdan nə ağlıma gəldi? Biz normalda developerlara biz çalışırıq ki, bunu belə deyək də yeni öyrənən uşaqlara deyək ki, məsələ təkcə kod yazmaqdan ibarət deyil də. Biz sistem injiner olmaqsan, indi sadəcə developersan da, sistem injiner olmaqdan ötürü bunun işləmə prinsipi bayaqdan danışırıq. Məsəl üçün kod hansı səviyyədə CPU-ya təsir eləyir, memoridə necə işləyir. Bunlar ümumiyyətlə məsəl üçün biz developerlara deyəndə ki, səndə ilkin IT bilikləri olmalı
olmalıdır. Ən azından yəni CPU-nun işləmə prinsipini, memory işləmə prinsipini bilməlisən. Çox vaxt üzərimizə gəlirlər ki, yəni mən developeram, mən kodumu yazmaq, gedib 6 ay kursa öyrənəcəm bunu, bəs eləyəcək mənə. Əslində sual onun üzərinə gəldi. Mənə çox xoş oldu ki, ümumiyyətlə bu uşaqlar həqiqətən də bu CPU-nun, memorinin bu səviyyədə işləmə prinsiplərini bilməlidirlərmi və ya bilməlidirlərsə hansı mərhələdən sonra bilməkləri yaxşı olar? Çünki bu səviyyədə də onların üstünə gedəndə biraz demotivasiya olurlar. Söz atırsan. Yox, ümumiyyətlə söz atırsan. Niyə söz atırsan? Yox, ümumiyyətlə mənim maraqlıdır ki, yəni bu əslində çox yaxşı bir şeydir. Mən nəyə görə deyirəm? Biz özümüzdən görəndə biz Linux üzərində işlər görürük də, tutaq ki, adicə çox vaxt nəyəsə bir işi gördüyümüz zaman onun kernel'ə olan təsirinə baxmırlar və ya orada kernel'də müəyyən konfiqlərə baxmırlar. Sonra elə bir problem çıxır ki, onlar sadəcə problemi servis səviyyəsində axtarırlar. Amma da bilmirlər ki, bu kerneldə misal üçün hansısa bir konfiqi dəyişməlisən də. Mən çalışıram bunu təbliğ eləyim uşaqlara ki, ən azından bunun dokumentasiyasını oxuyun ki, bunu bir nəsə tətbiq eləyə biləsiniz də. Görürəm ki, misal üçün çox da müsbət bir geri dönüş almıram da. Bəlkə indi sizin dilinizdən bu uşaqlar eşidər. Özlərinə əziyyətə vermək istəyirəm. Ki, yəni bu hansı dərəcədə lazımdır və ola bilər ki, hansı səviyyədən sonra bu bizə lazımdır ki, biz bunu öyrənək ki, bu hardware səviyyəsində də nəsə bilək. Okay. Əslində sual yaxşı sualdır və çox belə böyük yaralı yerimiz. Yəni çox böyük cavabı var, çox böyük. Burada mən 2 dənə prinsiplə yanaşardım. Mən əslində biz heç kimi məcbur eləyə bilmərik əlbəttə ki, yəni kim necə başlayırsa elə də davam eləyəcək. Amma mənim məsləhətim olardı ki, 2 yanaşma var burada. Bir, mən misal üçün uzun illərdir də uşaqlığımdan misal üçün bir müddət, çox qısa müddət web tərəfli developmentda məşğul olmuşam. Sonra artıq mən uşaqlıqda baxdım ki, belə məsələlər də var. Bu low level var, instructionlar var. Sayt yığmaqla iş getmir. Sayt yığmaqla, nə bilim o cyber security tərəfi ilə iş getmir gördüm və gördüm ki, cyber security özündə belə mən cyber security-dən gəlmişəm də background-um, yəni ən belə belə 0 nöqtəsindən oradan başlamışam və orada gördüm ki, low level bir anlayışı var. Instructionlar var, assembly var, o var və başladım öyrənməyə. Birinci yanaşma burada odur ki, mən bu gün mən istənilən bir arxitekturanı quranda, kodu yazanda bu mənə çox yaxşı belə deyək təcrübədir. Çünki mən bir aləti istifadə etməkdən tutmuş, bir kodu yazana qədər bilirəm ki, hansı alət harda hansı nəyə problemə gətirib çıxardır. Məsələ təkcə performansdan getmir. Məsələ kodun reliability-sindən gedir. Misal üçün kodu yazdım bu hissəni burada, amma nə bilim 3 il sonra səni bunu scale eləyə bilərsənmi? Bu extendable ola bilərmi? Bu da məni nəyə gətirib çıxarıb? Çünki mən çoxlu Linux kernel üzərində çoxlu kod reviewlar eləmişəm, kod yazmışam və digər belə böyük layihələrdə də belə low level böyük layihə database-lərdə oxuduqca, onların yanaşmalarına baxdıqca və öyrəndikcə bu mənə artıq bir təcrübədir. Birinci tərəfi odur. İkinci tərəfi də sırf bir proqramçı kimi, yəni sırf proqramçıdan gedir. Bir proqramçı kimi, misal üçün Go-da kod yazırıq. Misal üçün Go-nun memory modelini bilmək mənə görə çox önəmlidir. Yəni Go-nun özünün dokumentasiyasını oxuyub bunu öyrənmək çox önəmlidir. Və yaxud Go-nun compilerının harda performans problemlərini yaratmağı çox önəmlidir. Misal üçün Go-da çox simple bir performans probleminə gətirib çıxarda biləcək bir məsələ nə ola bilər? Misal üçün pointerin istifadə olunmağı. Misal üçün datanı value, belə deyirlər, value by reference, pass by reference. Normalda bir value-nu istifadə edirsənsə direct Go-da, bu stack-in üzərində çox kiçik data olduğu üçün stack-in üzərində bu datanı saxlayır. Amma böyük data olduqda və biz bunu pointer kimi ötürəndə funksiyanın içərisinə pointer olaraq. Bu escape, heap escape var səhvimizə Golang-da. O başlayır heap memory allocate eləmək. Yəni bu simple texnikalardır da, yəni indi çox şeylər var. Yəni compilerın özünə xas olan, yəni C++-ın özündə var, Rust-ın özündə var. Bu şeyləri bilmək məncə çox yaxşı olar. Çünki standart konseptlərdir, kiçik konseptlərdir, xırda konseptlərdir, amma proqramçıya çox dəyər qata bilən konseptlərdir. Məncə çox da dip deyil. Əlbəttə deyil. Çox dip deyil. Çox dipi şeydir. Gedirsən əməliyyat sisteminin birinci
fundamental oxuyursan, sonra gedirsən CPU-nun arxitekturasını oxuyursan, orada artıq böyük bir dünya açılır və orada başlayır. Bu dip deyil əlbəttə, amma ən azından bunu demək istəyirəm ki, ən azından məsələn compilerın hintlərini oxumaq, compilerdə hansı kodu yazdıqda nə kimi problemlərə gətirib çıxarda biləcək, bu kimi şeyləri oxumaq daha yaxşı olar. Bir proqramçı kimi ki, təcrübə olaraq və belə. Mənim ağlımda bayaqdan 2 dənə sual var açığı. Bir əsasda Linux-da da gördüyümüz və şeylər, biri multi-threading anlayışıdır. Bir istəyirəm onun haqqında bir danışasınız. Bir əlaqəsi olmasa da bir də API dizaynları barəsində. Yəni API necə dizayn olunmalıdır? Orada consistency nəzərə almaq, performansı nəzərə almaq. Yoxsa bu iki suala bir dəyərli. Birinci Linux Birinci sual Linux kernel. Mən belə başa düşürəm ki, suallar var ki, kimlərlə sporlaşır. Bu hissələri kəsəcək. Arif müəllimin işi çox olacaq bu dəfə. Bu hissələri kəsib hamıya göndərəcək ki, bax görürsüz mən bunu deyirdim. Ümumiyyətlə multi-threading, Linux kernel və s. Okay. Multi-threading əslində çox belə deyək, böyük bir anlayışdır. Yəni orada fərqli konseptlər var da belə. Yəni multi-threadingdə Linux kernelin üzərinə düşən hissə var, compilerin üzərinə düşən hissə var. Ola bilər ki, bayaq dediyim kimi Golang əslində günün sonunda Linux kernelin multi-threading funksionallığını istifadə edir. Çünki məcburdur thread-i belə deyək, yaradan və thread-i idarə edən əməliyyat sistemidir. Onun başqa yolu yoxdur. Amma onun necə düzgün allocate edilməməyinə compiler özü də qərar verə bilər. Misal üçün, sizə 80 dənə task lazımdır. C-də bir proqramçıya o kodu versən, oturacaq bir dənə for loop'un içinə yazacaq ki, 80 process p-thread, POSIX thread, create. O nə edəcək? Gedəcək 80 dənə thread yaradacaq. Golang amma elə eləmir. Nə edir? Oturur, hesablayır ki, indi dəqiq alqoritm belə deyil, amma mənim yanaşmama görə də, ki, compiler, Şuşa proqramlaşdırma dili nə edir? Oturur, baxır ki, məsələn, 30 dənə task yaradım, 30 dənə taskın execution'dan baxım. Əgər long tasklardırsa, çox uzun execute olunacaq tasklar olacaqsa, başlayaram 80-a kimi taskları uzatmağa. Yox, ola bilər ki, çünki task başladı, 100 millisaniyə işlədi, dayandı. O yaradılan thread-i idle-da saxlayır və digər belə deyək, məsələn 50 dənə yaradıbsa, 50-si execute oldu, qaldı 40, biri execute oldu, qaldı 49. Biri də idle-dadır. Artıq 51-ci taskı götürür o boşda olan idle-dakı taskın thread-in üzərində execute edir. Yəni burada iki əsas fərqli anlayışlar var da. Və Linux kernelin üzərində də multithreadingin əslində fərqli belə deyək, onun da özünün yanaşmaları var. Yəni Linux kernelin üzərində də artıq bu bir neçə hissəyə bölünür. Bizdə əvvəllərdə primitiv multitasking deyirlər. Əvvəllər bizim kompüterlərimiz bir CPU-nun üzərində işləyirdi da, yəni core sayı az idi bir core-un üzərində. Və artıq core-lar çoxalmağa başladı, CPU-lar çoxalmağa başladı və fərqli yanaşmalar gəldi. Amma əslində Linux kernel ilk başlarda başlayıb primitiv multitasking. Primitiv multitasking nədir? Bizdə bir dənə browser var, bir dənə nə var? Bir dənə də PDF reader var da atıram. PDF readerla browser işləyir. Artıq buradakı əsas yük CPU belə deyək, funksionallığı verir ki, əməliyyat sisteminin developerına sən interrupt istifadə edərək istədiyin vaxt bir proqramın işləməsini dayandıra bilərsən, keçə bilərsən növbəti proqram prosesi. Burada da proses scheduler ortaya düşür və artıq başlayırlar bu scheduleri yazmağa ki, misal üçün bir proses, misal üçün baxır ki, browserdur da və bu nə qədər işləyib? Atıram, 2 dənə proses var, 2 prosesi proportional bölür və bunu başlayır execute eləməyə. Burada da bir zaman gedir. Misal üçün baxır ki, ən primitiv şeydir də bu Linux kernelin scheduler idi, proses scheduler. Baxır ki, məsələn bu 500 millisaniyə işləyib, bu browser 500 millisaniyə işləyib. Çünki browserda daha çox vaxt keçirdirsən də. PDF reader daha az işləyib, çünki PDF reader bir dənə açırsan, baxırsan, sonra keçirsən browsera. Başlayır browsera daha çox prioritetini artırmağa ki, PDF reader'ı çox salmasın, proses scheduler çox execute eləməsin. Çünki başa düşür ki, sənin üçün müştəri client üçün browser çox önəmlidir.
Çünki sən brauzoru idarə edirsən və burada da brauzoru çox interrupt eləsə, sən artıq orada o sürətin azalmasını hiss edəcəksən. Yəni burada da başlayır CPU-nun öz mexanizmləri dediyim kimi interrupt, proses işləyir, interrupt execute olunur. Orada da vaxtla məsəl üçün bir müddət işləyir və proses dayanır, CPU əməliyyat sistemi keçirdir onu növbəti prosesə. Daha sonra artıq multicore gəldi. Çoxlu CPU-lar gəldi. Burada artıq tamam fərqli proses skedulları ortaya girdi. Çünki artıq əlimizdə çoxlu CPU var. Əməliyyat sistemi istədiyi qədər prosesi, yəni CPU-nun sayına qədər spawn eləyir. Yenə də primitive multitasking var. Çünki bir CPU-nun üzərində də ola bilər ki, 100 dənə task execute olsun. Çünki bizim proseslərimiz çoxdur. Olur ki, məsələn, bir CPU-nun üzərində artıq orada indi Linux kernel səhvlərimsə dəyişib skedulları. Mən əvvəllər oxuyanda, development ilə məşğul olanda orada completely fair scheduler, belə bir dənə olan schedulerlar var idi. O işləyirdi. Orada artıq o CPU-nun sayına baxırdı, execution-a baxırdı, proqramın prioritetinə baxırdı. Belə şeylərdir. Yəni bu da biraz belə daha belə geniş bir mövzudur. Çünki dediyim kimi orada CPU-nun da işi var, əməliyyat sisteminin də işi də var, developerın da işi var, hamının işi var. Bunun hamısını bildik. Hamısı əladır. Görürəm ki, Elşən müəllim də xoşbəxtdir. Bəs Azərbaycanda IT və mühəndislik mədəniyyəti barədə nə deyə bilərsiniz? Okay, çox əla sualdır. Yəni mənim çox sevdiyim sualdır əslində bu sual. Bir dənə də ondan sonra bir yaralı yerdə məndə var, onu da Onu da deyək ki, aşağıda yaralı çox yerimiz var. O bu sual əslində çox yaxşı sualdır. Mən həmişə uşaqlara deyirəm ki, mənim öyrənmə metodum, stilim collaboration üzərinə qurulub. Mən ömür boyu həmişə dostlarla istəyir fiziki görüşmüşəm, istəyir məsələn qlobal xaricdə olan məsələn layihələrdə işləyəndə çatdaşmışam. Mənim üçün contribution çox önəmlidir. Çünki biz birlikdə müzakirə edirik və birlikdə bir şeylər danışırıq və siz bir şey deyirsiniz, mən bir şey deyirəm, bir-birimizdən nələrsə öyrənirik və müzakirələr edirik. Mən gedirəm mövzunu araşdırıram, gedirəm məsəl üçün yeni bir şey öyrənirəm, gəlirəm otururuq müzakirə edirik. Collaboration mənim üçün çox önəmlidir. Məncə Azərbaycanda əsas mühəndislikdə olmalı olan anlayış collaboration'dır. Yəni proqramçılar arasında, daha doğrusu mühəndislər arasında collaboration olmalıdır. Yəni hamı birlikdə yığılmalıdır, layihələr eləməlidir, müzakirə eləməlidir. Konfranslar misal üçün bizdə çox zəif olur, çox olmur demək olar. Çünki bu da çox önəmli şeydir. Bir proqramçı, bir DevOps mühəndis, bir digər network admin. İndi əsas bu belə deyək də bu 2025-ci ildə trend olan mövzular bu software engineeringdir və digər bu yeni yaranan DevOps'dur və s. bu sənədlərdir. Burada məsələn konfranslar olmalıdır ki, məsələn proqramçılar öz injinerlər də, mühəndislər öz belə deyək, resurslarını keçsinlər, araşdırsınlar, gətirsinlər, hamıya bütün auditoriyaya göstərsinlər, auditoriyadan suallar gəlsin, özləri from scratch bir məhsul yaratsınlar. Misal üçün Kubernetesin üstünə tamamilə atıram da bir dənə control plane yazsınlar, network plane yazsınlar. Yəni bu özü də bir mədəniyyətdir. Həm proqramçının özü üçün inkişaf olunan bir şeydir, həm də belə deyək, artıq networkunu böyüdür, özü öyrənir bir şeylər. Yəni bu mədəniyyət məncə çox önəmlidir. Burada da artıq collaboration'dır, contribution'dır, open source belə deyək, community'lər var. Community dediyim mən biraz şeyəm belə necə deyək, yəni biraz tərəfdarı deyiləm ki, daha çox gedib belə sosial layihələrdə işləyirəm. Mənim işim, gördüyüm şey, məsləhət gördüyüm şey ancaq texnikidir. Gedib texniki community'lərdə kodunu yazmaq, çünki sosial layihələr insana bir o qədər də network böyüdə bilər, amma sən belə technical layihələrdə olanda daha çox şey öyrənərsən. Məsələn, götürürsən böyük bir open source produktu, başlayırsan onu analiz eləməyə, onun üstə bir şeylər yazmağa, 5 dənə dost yığışırsınız, birlikdə nəsə yazırsınız. Mənim üçün mühəndislik mədəniyyəti oradan başlayır. Azərbaycanda bunu görürəm. Belə, yəni o çox yaxşı. Onda Tehran, son sualımızda alaq. Çünki bu söhbətin axırı yoxdur. Tələsdir. Sən gedib oturmuşsun da. Mən tələsmirəm. Bizə verilən efir saatımız var. Kamran müəllim. İnşallah bu müəyyən mövzulara gələcək rubrikalarda Ötəliydi müəllim. Mənim sualım da arada qaynadı getdi, hiss eləmədim deyil də. Yəni API sualım qaldı. Onu da danışaq. O sonra şey eləyək. Məsələn, mən də maraqlıdır. Bayaq soruşduq, yeni başlayan developerlar hansı səviyyədə öyrənir?
öyrənməlidir. Məsələn, bu situasiya ilə biz indi trend olan startap ekosistemində də qarşılaşırıq da. Məsələn, startap ekosistemi necə olmalıdır? Məsələn, adamlarda elə bir məsələn müəyyən qism deyir ki, startapdır, tez bazar təhvil verək, texnoloji stack maraqlı deyil, nə olur olsun, məhsul MVP tez ortaya çıxsın. Məsələn, mənə görə mən elə fikirləşmirəm. Məsələn, bizim də özümüzün bir startapımız var. Mən maksimum ona titiz yanaşmağa çalışıram ki, biraz texnoloji stackləri yaxşı seçək. Səncə bu hansı metod düzdür? Əslində sizin sualınızın ikisi də eynidir. Yəni həm dizaynı, software'in dizaynı, həm də startap tərəfdə. Mən özüm də hal-hazırda startap qurucularından biriyəm və bu startapda gördüyüm əsas məsələ sürətdir. Amma sürət o demək deyil ki, keyfiyyət arxada qalmalıdır. Çünki məhsul bir startap o deməkdir ki, yəni mənim üçün də bizim belə deyək, mənim gördüyüm skopda ola bilər ki, misal üçün yemək daşıma startapı olsun. Əslində onun da arxitekturası böyüdükcə orada fərqli yanaşmalar olmalıdır, fərqli database'lər olmalıdır, fərqli belə deyək, arxitektur olmalıdır. O da ola bilər. Amma misal üçün bəzi skoplar var ki, orada startup research tələb edir. Əslində yemək daşımada da research tələb edir. Çünki yemək daşıma startapı qurduğun çox MVP-yə kimi çox simple bir arxitektur ilə çıxa bilərsən. Məcbur deyil ki, mikroservis olsun, o olsun, bu yəni məcbur deyil. Amma mənə elə gəlir ki, onun heç olmasa coding belə deyək, platformanın application tərəfi səliqəli olmalıdır. Deployment-ı, o database-i, bütün belə deyək, altyapı infrastrukturu, hər şey səliqəli olmalıdır mənə görə. Amma mən artıq məhsul böyüdükcə, müştərilər belə çoxaldıqca sən orada məcbursan ki, daha scalable arxitektura qurasan. Nə bilim, fərqli database istifadə eləyəsən, deployment üçün fərqli alətlər istifadə eləyəsən və s. Yəni bu ilkin mərhələdə məcbur deyil və startapdan da asılıdır. Misal üçün bizim startapda biz Golang istifadə edirik. Niyə görə? Bizə multithreading lazımdır. Çünki bu biraz şeydən də asılıdır, belə ehtiyacdan da bir şey asılıdır. Misal üçün bizdə biz web application-ı mikroservis yazmamışıq. Çünki bu dəqiqə biz sürətli getməliyik və o bizə düşündürür ki, çox da bir belə deyək, indiki mərhələdə çox da bir şey qatmır. Okay, monolit yazırıq application, amma bizim application-ın servisləri var fərqli-fərqli. Çünki application bir scan engine işləyir və bir şeyləri analiz eləyir. Onu da qonunun üzərində yazmışıq ki, multithreaded olsun. Yəni bu biraz ehtiyacdan yaranan bir şeydir və belə deyək. Mənim əsas gördüyüm şey odur ki, bir yəni bugünkü gün startap qurulanda, okey, ola bilər ki, burada yəni çox da belə ehtiyac yoxdur da gedib nə bilim boş-boşuna. Yəni nə qədər tez bazar da layihəni ərsəyə gətirmək ehtiyacı olsa da məncə altyapıya biraz fikir vermək lazımdır. Mütləq. Çünki kodinqdən başlamış, məsələn sənin yazdığın koddan başlamış, düz belə deyək, arxitekturaya kimi, adi deployment-a kimi. Çünki əvvəllər misal üçün biz deployment-ı əvvəlki layihələrdə executable faylı atırdıq bir yerə, execute olurdu, o çıxıb gəlirdi. Amma bu günləri misal üçün CI/CD pipeline qurmuşuq ki, proseslər daha çox şey olsun, avtomatlaşsın. Çünki kodu yəni proqramçı kodu yazanda emini axtarmamalıdır. Bizdə misal üçün kodu yazırlar uşaqlar, deploy edirlər. Bu necə işlədir? Testi keçəndən sonra heç bir problem yoxdur. Yəni misal üçün hotfix-dir, bu deploy olmalıdır. Biz öz startapımızda o problemlə rastlaşdıq. Məsələn, infrastruktur olaraq çox önəm vermədik. Backend-i Node.js ilə başladıq. Bir yerə qədər funksiyonallıqlar yazdıq, gördük ki, artıq işləmir problem. Təzədən bir də altyapını təzədən qurmalı olduq. Backend-də Node.js-dən qoya keçməli olduq. Bu bizi bir 2-3 ay ən azı dallatdı. Əslində bu problemlər böyük şirkətlərdə də var, tək sizdə də. Microsoft-da da var, Facebook-da da, Meta-da da belə deyək. Hamısında var o problemlər. Orada fərqli komandalar var da. SRE komandası var. Bunun üçün də sırf bu işi görməyə ki, o monitorinq eləyir və infrastrukturda olan problemlərə baxır, performansa baxır, harda nə problemlər var, onları analiz edir. Onun əsasında bir belə deyək, proposal yazır ki, bunu belə optimizasiya eləsəz yaxşı olar. Yəni bu problem təkcə sizdə deyil. Adi proqramlaşdırma dilinin özünün də problemi olur. Məsələn, sən Python istifadə edirsən, sürət baxımından deyirəm. Məsələn, sən Python istifadə edirsən, sənə yazma lazımdır ki, misal üçün nə deyə bilərəm? Məsələn, əməliyyat sisteminin üzərində bir dənə prosesi execute eləsən, bu prosesdən output alasan, onu necə parse eləyəsən də. Görsən ki, bu
insecure da ola bilər. Yazdığın kod insecure ola bilər. Amma məsəl üçün koda yazanda bu daha secure ola bilər. Tamamilə prosta Elə deyirəm. sözümü ona gətirəcəkdim. Məsələn, adamlar da var ki, tam ki, hər hansı bir application yazırlar. Yəni o çox vaxt özünü mənəm deyən developerların inisiativi olur. Adam məsələn bir dənə proqramlaşma dilini bilir. Deyir ki, bütün hər şey applikasiyanın bütün servislərini bununla yazırıq. Məsələn, sənə görə o nə qədər yazır düzgün. Məsələn, adam .NET-i bilir, deyir mən scan engine də bundan yazacağam, reportingi də bundan yazacağam, autentifikasiyanı da bundan yazacağam. Mən belə deyək, C# .NET-i çox belə dərin bilmirəm açığı. Bilmirəm o hər şey o dildə hər şeyi bacarmaq olarmı? Amma dediyim kimi hər dilin istifadə olunma yerləri var da daha çox. Məsəl üçün bir layihə düzgün yerində işlətmək lazımdır. Məsəl üçün dediyim kimi, məsəl üçün bizə lazımdır scan engine yazmaq. Biz onu .NET-də, C#-da heç vaxt yazmarıq. Çünki bu bizə belə deyək, heç nə qazandırmayacaq ki, itirəcəyik orada. Amma biz onu koda yazmışıq. Niyə görə? Həm sürətli olsun deyə, həm də koda bir çox şeyləri özümüz daha rahat idarə edə bilirik. Ona görə, yəni Python-da yazmırıq onu. Çünki Python-da datanın handlingində, şemaların handlingində çoxlu problemlər çıxır. Görürsən ki, yəni dil bir alətdir də, harda onu necə istifadə edir. Bir dillə ola bilər ki, problem olsun. Mən çox qarşılaşmışam. Yəni layihədən də asılıdır, etmək istədiyi işdən də asılıdır. Orada faktorlar çoxdur. Günün yekununda texnoloji stackın seçimində düzgün qərar vermək mühüm rol oynayır. Mütləq. Onun üçün biz necədir? Orada o qərarı verən insan arxitekt olmalıdır. O arxitekt, yəni arxitekt sözü elə bir sözdür ki, onun arxasında maşallah olsun, çox da arxitekt. O elə bir sözdür ki, onun arxasında böyük bir təcrübə yatır. Yəni orada çox təcrübəli bir insan olmalıdır ki, yəni onun başından hər cür problemlər keçməlidir ki, sən orada ona deyəndə ki, mən bunu Python-da yazmaq istəyirəm. O sənə desin ki, yox, bunu Python-da yazmam, bunu filan və yaxud elastik istifadə eləmə, başqa tamam Postgres istifadə elə. Bu mövzulara mütləq şəkildə mütləq hamısına deyəcəyik. Yəni təşəkkür edirik. Təşəkkürlər. Çox oldu. Əslində bu söhbət vallah gedərək bir 3 saatda gedər. Amma dediyim kimi o qədər vaxtımız yoxdur. Həqiqətən çox sağ olun Tehran. Sənə təşəkkür edirəm. Çox möhtəşəm bir söhbət oldu. Mən düşünürəm. Bugünkü görüşə xüsusi hazır. Bəli, bundan sonrakı əslində ay ərzində bir dəfə bu cür görüşlərimiz olacaq və daha detallı dipdar gedəcəyik. Təşəkkür edirik bir daha. Bizi izlədiyiniz üçün təşəkkür edirik sizə də. Bizi paylaşmağı, bizə dəstək olmağı unutmayın və sonda möhtəşəm sözümüz öyrənin. Öyrədin.